Hər kəsə salam. Bugün sizə 6-cı sinif riyaziyyat dərsindən səhifə 104-ün etin yoxlamasını izah edəcəm. Gəlin birinci misalımıza baxaq. Fiqurların güzgü əksi olduğunu yaxud yerini dəyişdiyini müəyyən edin. Fiqurların birindən digərinin necə alındığını izah edin. Əgər bir fiqur digər fiqurun güzgü əksidirsə, bu zaman həmin fiqur əksi olaraq qeyd olunur. Məsələn, düzbucaqlı bucaq çəkək. Əgər bu fiqur digər fiqurun güzgü əksidirsə, onun əksi olaraq çəkiləcək. Məsələn, düzbucaq bu dəqiqə əksi olaraq çəkildi və bu da güzgü əksi adlanır. İndi yerini dəyişdiyini necə müəyyən edə bilərik? Yenə düzbucaq çəkək. Bu zaman bir fiqur digər fiqurun olduğu kimi çəkilir, amma ki sadəcə olaraq başqa yerlərə çəkilir. Fiqur olduğu kimi qalır, başqa yerə çəkilir. İstənilən bir yerə çəkilə bilər. Bu da yerini dəyişdiyini müəyyən edə bilərik belə də. Gəlin variantlarımıza baxaq. Birincisində A variantında güzgü əksidir, çünki əksi olaraq çəkilib. Güzgü əksi. B variantında yerini dəyişdirib sadəcə olaraq. Çünki fiqur olduğu kimi qalıb, sadəcə başqa bir yerə çəkilib. Yer yazıram. Sonra C variantında da yer yazıram. Yəni yerini dəyişdiriblər. Güzgü əksi kimi çəkilməyib. Çünki fiqur olduğu kimi qalıb, sadəcə yerini dəyişdirib. D variantında da yerini dəyişdirilib. Çünki fiqur olduğu kimi qalıb. E variantında isə güzgü əksidir. Çünki bir fiqur digər fiqurun əksi olaraq qeyd olunub, çəkilib. Buna görə əksi yazıram. F variantında da yer dəyişdirilib, yer yazıram. İndi keçək misal 2-yə. ABCD düzbucaqlısının şərtlərə uyğun yerini dəyişməklə onu dəftərinizdə çəkin. Alınan düzbucaqlının təpə nöqtələrinin koordinatlarını yazın. Gəlin A variantımıza baxaq. A variantında ilk öncə A təpə nöqtəsini qeyd eləyək. A təpə nöqtəsi. A bərabərdir. 2 vahid yuxarı deyir. 2 vahid yuxarı dediyi üçün biz burada A'nın koordinatları 1 və 1'dir. Bu zaman 1 üstünə gəlinsin 2. Çünki 1 vahid yuxarı deyir. 3 olur. Və belə olduqda da 1 və 3 olur. B'də isə burada koordinatları 1 və 3'dür. Bu koordinatlar isə dəyişərək 2 vahid yuxarı deyir yenə. Olur 3 üstə gəlinsin 2. O da olur 5. Və bu da olur 1 və 5. İndi C'yə baxaq. C'də isə koordinatlar 4 və 3'dür. Burada da olur 3 üstə gəlsin 2. Bu da 5 olur. Və bu da olur 4 və 5. D variantına baxaq. D variantını başqa yerdən yazaq. Bir dəqiqə. D variantında buradan yazaq. D isə bərabərdir. D'nin koordinatları 4 və 1'dir. Burada da olur 1 üstə gəlinsin 2. O da bərabərdir 3'ə. Burada da olur koordinatlar 4 və 3. İndi keçək B variantına. B variantında bir vahid sola deyir. Bu arada əgər sola və aşağı deyirsə, məsələn bir vahid sola, bir vahid aşağı deyirsə, bu zaman burada mənfi ədədlər olur. Yəni biz belə eləyərik. 1 üstə gəlsin
məsələn 1 + -1. Bir vahid sola deyirsə 1 + -1 olacaq. Amma bir vahid sağa deyirsə 1 + -1 olar. Bir vahid aşağı deyirsə 1 + -1 olar. Əgər bir vahid yuxarı deyirsə 1 + -1 olar. İndi B variantına baxaq. B variantını deyir ki, bir vahid sola. Əgər bir vahid sola deyirsə, A'ya baxarıq. A'nın koordinatları 1 və 1 idi. Hə, bir də ki, əgər sola və yaxud da sağa deyirsə, bu zaman biz bunu X nöqtəsinə yazarıq. X nöqtəsində qeyd edərik. Amma yuxarı və yaxud da aşağı deyirsə, bu zaman Y nöqtəsində qeyd edərik. Bir vahid sola deyir. Bu zaman biz 1 və 1-dən 1 + -1 bu da eləyir 0. Burada da olur 0 və 1. Bayaq yuxarı dediyi üçün biz bunu Y oxunda qeyd eləmişdik. Dəyişən nöqtəni. Amma burada dəyişən nöqtə X nöqtəsi olduğu üçün X nöqtəsində qeyd edirik. Yəni sola dediyi üçün. Sonra B nöqtəsində də koordinatlar 1 və 3'dür. 1 + -1 o da eləyir 0. Sonra bu da olur 0 və 3. Sonra C nöqtəsində nöqtələrin adını yazmadım. B nöqtəsi. C nöqtəsinin koordinatları 4 və 3'dür. Burada da olur 4 + -1. Bu da eləyir 3. Burada da olur 3 və 3. 3 və 3 olur. Bu da ki C təpə nöqtəsinin koordinatlarıdır. D-ni də buradan yazaq. D də bərabərdir. D'nin koordinatları 4 və 1'dir. Burada da yazarıq 4 + -1. Burada da eləyir 3. Burada da olur 3 və 1. Bu da D nöqtəsi. İndi keçək C variantına. Silin bunları. C variantında da deyir ki 3 vahid sağa, 1 vahid aşağı. Bu zaman biz həm X oxunu, həm də Y oxunu dəyişdirmiş olarıq. İlk öncə A təpə nöqtəsinə baxaq. Burada olacaq A bərabərdir. 1 və 1 olduğu üçün ilk öncə X oxuna baxaq. 3 vahid sağa deyir. Sağa dedikdə biz onu müsbət ədəd olaraq götürürük. Yəni ki 3 + -1 4 və deyir ki bir vahid aşağı. Bir vahid aşağı dediğin için bu mənfi ədəd olur və Y nöqtəsinə yazılır. O da ki 1 + -1. O da eləyir 0. Burada da olur koordinat dəyişib 1 və 1'dən dəyişir 4 və 0'a. Sonra B təpə nöqtəsinə baxaq. B təpə nöqtəsinin koordinatları 1 və 3'dür. Burada da olacaq 3 vahid sağa dediği üçün 1 + -3 4 və 1 vahid aşağı dediği üçün də olur 3 + -1. Bu da olur 2. Burada da koordinat 1 və 3'dən dəyişir 4 və 2'yə. İndi C təpə nöqtəsinə baxaq. Burada da C təpə nöqtəsində də olacaq 4 və 3'dürsə 3 vahid sağa dediği üçün
4 üstəgəlsin 3 eləyir 7. Və bir vahid aşağı dediyi üçün də burada da olur 3 üstəgəlsin -1. O da bərabərdir 2. Burada da olur 7 və 2. İndi keçək D-yə. D-ni də buradan yazaq. D təpə nöqtəsi isə 4 və 1 koordinatıdır. 3 vahid sağa dediyi üçün x oxuna yazarıq. 4 üstəgəlsin 3 7. Və bir vahid aşağı dediyi üçün də bir üstəgəlsin -1. Bu da eləyir 0. Bu D təpə nöqtəsi də koordinatlar dəyişir. 7 və 0 olur. İndi keçək 3-cü misalımıza. 3-cü misalımızda deyir ki, fiquru və verilmiş xəttdə nəzərən ona simetrik olan fiquru dəftərinizdə çəkin. İlk öncə biz burada bilməliyik ki, biz burada yerini dəyişdirməklə yazmalıyıq, yoxsa güzgəks olaraq. Deyir ki, ona simetrik olan fiquru çəkin. Deməli, burada güzgəks olaraq çəkəcəyik. Deməli, burada olur. Bu düz bucaq, üst bucaq dəyişir. Əksi olur. İndi xəttkeşim olmadığı üçün pis çəkdim. Amma siz xəttkeşli dəftərinizə çəkə bilərsiniz. Sonra burada da əks olur. Burada da əks olaraq çəkirik. Güzgə əksi olaraq. Və D variantında da güzgə əksi olaraq çəkirik. Və burada K hərfi əmələ gəlir. İndi keçək 4-cü misalımıza. 4-cü misalımızda deyir ki, ədədin mütləq qiymətindən istifadə etməklə qeyd olunan parçaların uzunluğunu tapın. İlk öncə bizə deyir ki, ədədin mütləq qiymətindən istifadə etməklə. Biz ədədin mütləq qiymətini modulundan istifadə edərək tapırıq. Deyir, parçaların uzunluğunu tapın. Parçaların uzunluğunu tapmaq üçün də biz uzunluqları bir-birinə çıxarıq. Yəni belə deyim də, məsələn AB bir yazım. AB bərabərdir -4 çıxılsın -2 -2'nin modulu bərabərdir. Bu da eləyir -2. -2'nin də modulu eləyir 2. Deməli, AB parçasının uzunluğu -2'dir daha doğrusu. -2'nin modulu 2'dir. Belə eləyək. 2'dir. İndi AD parçasına keçək. AD parçasının uzunluğu isə -4 çıxılsın 6 -4 çıxılsın 6'nın modulu. Bu da eləyir -10. -10'un da modulu eləyir 10. Deməli, AD parçasının uzunluğu da 10 olmuş olur. Sonra keçək AO parçasına. Burada da bunu göy rəngli eləyim, qarışmasın. Bura eləyim, bura yazım. AO bərabərdir -5 çıxılsın 0'ın modulu. 0'ın modulu. Bu da eləyir -5. -5'in də modulu eləyir 5.
Deməli, AO parçasının uzunluğu -5'dir. İndi keçək BO parçasına. BO parçasında isə BO bərabərdir -2 çıxılsın 0'ın modulu. Burada da eləyir -2. -2'nin də modulu eləyir 2. Deməli, BO parçasının uzunluğu da 2'dir. Bərabərdir 5. İndi keçək C variantına. C variantının uzunluqlarında isə MN bərabərdir. Bunu da qara rənglə yazın. MN bərabərdir -6 çıxılsın -3'ün modulu. O da bərabərdir -3'ə. -3'ün də modulu eləyir 3. Deməli, MN parçasının uzunluğu 3. İndi FP parçasının uzunluğu -1 çıxılsın 2. 2'nin modulu. O da bərabərdir -3. -3'ün modulu da bərabərdir 3'ə. Deməli, FP parçasının uzunluğu da 3'dür. İndi keçək MF parçasının uzunluğuna. M parçasının uzunluğu -6. F parçasının uzunluğu da -1. -6 çıxılsın -1'in modulu. Bu da eləyir -5. -5'in də modulu eləyir 5. MF parçasının uzunluğu da 5'dir. İndi keçək 5-ci misala. 5-ci misalımızda deyir ki, verilmiş təpə nöqtələrinə görə çoxbucaqlının digər təpə nöqtələrini tapın və koordinatlarını yazın. Uyğun fiqurları dəftərinizə çəkin və sahələrin vahid kvadratlarla tapın. A variantında verilib. Deməli, ilk öncə biz buranın vahidini taparıq. Yəni, burada olan məsafəyə baxaraq uzunluğunu taparıq. 3 vahiddir. Həmin tərəfə də 3 vahid çəkərik. 3 vahid məsafədə olan, 3 vahid uzunluqda olan bir parça çəkərik və bunları birləşdirərik. O oldu düzbucaqlı və bizə sahəsini tapın deyir. Burada da 3 vurulsun 5, bu da bərabərdir 15 vahid kvadrat. Kvadratın hər tərəfi eyni uzunluqda olur. Tərəflərin uzunluğu eynidir, bərabərdir. Buna görə də hər tərəfə 3 vahid uzunluqda parça çəkirik. Bunun da sahəsi 3 vur 3 9. İndi düzbucaq üçbucaq. Düzbucaqlı üçbucağın katetləri düzbucaqlı əmələ gətirdiyi üçün biz burada düzbucaq çəkərik. Və bu da oldu düzbucaq üçbucaq. Biz də sahəsini tapmaq üçün düzbucaq üçbucağını bilirik ki, katetlərin uzunluğunu, yəni 4 və 3'ü bir-birinə vurub, katetlərin uzunluğunu bir-birinə vurub 2'yə bölərik. 4 vurulsun 3 bölünsün 2. Bu da eləyir 6. 6 vahid kvadrat. İndi keçək 6-cı misalımıza. 6-cı məsələmizə. 6-cı məsələmizdə deyir ki, koordinat şəbəkəsində dayanacaqdan 4 vahid sağda, 1 vahid yuxarıdakı nöqtədə market. Marketdən 4 vahid aşağıdakı nöqtədə isə muzey yerləşir. Market və muzeyin yerləşdiyi nöqtələrin koordinatları neçə? İlk öncə biz marketi taparıq. Marketi tapmaq üçün biz ilk öncə dayanacağın koordinatını bilməliyik. Dayanacağın koordinatı da 1,
və 3'dür. İndi market tapmaq üçün bura market yazarıq. Deməli, burada 4 vahid sağda deyir. 4 vahid sağda dediği için bu müsbət olar və 1'in üstünə 4 gələrik. 1 üstə gəlsin 4, 5. 1 vahid yuxarıda. 1 vahid yuxarıda müsbət ədəd olur və 3'ün üstünə 1 gələrik. O da eləyir 4. Deməli, marketin koordinatı oldu 5 və 4. Burada olur. Market. İndi muzeyin yerləşdiyi nöqtələrin koordinatını taparıq. Bura muzey yazarıq. Deyir ki, muzeydə marketdən 4 vahid aşağıdakı nöqtədə yerləşir. Onda deməli, aşağı deyirsə, y nöqtəsinə yazarıq və mənfi olaraq yazarıq. Yəni ki, 4 çıxılsın, 4 üstə gəlsin, mənfi 4. Bu da eləyir 0. Deməli, muzeyin də yerləşdiyi nöqtə 5 və 0'dır. Onsuz da x nöqtəsini bilirik. 5'dir. Çünki 5 dəyişiklik olmadı x nöqtəsində. Burada yazarıq muzey. İndi keçək ikinci sualımıza. Koordinat şəbəkəsində bir vahid 200 metrə bərabər olarsa, yalnız şaquli və üfüqi xətlər üzərində hərəkət etməklə muzeydən dayanacağa qədər yolun uzunluğu ən az neçə metr olar? Biz ilk öncə muzeydən dayanacağa qədər yolun uzunluğunda neçə vahid kvadrat olduğunu tapmalıyıq. Buna görə də qara rənglə eləyim ki, bilinsin. 1, 2, 3, 4, 5, 6, 7. 7 vahid 7 kvadrat var, 7 vahid kvadrat var və deyir ki, bir vahid 200 metr bərabər olarsa. Deməli, buna görə də 7 vurulsun 200. O da bərabərdir 1400 metrə. Sağ olun, hələlik. Kanalıma abunə olmağı və like atmağı unutmayın.